Mən metamorfoza qoşulanda içimdə səmimiyyətimlə deyirəm, bir sual var idi. Ki, yəni bir təlim insanı necə dəyişdirə bilər ki? Yəni bu maliyyə təlimi deyil ki, sən ona tutaq ki, maliyyə bərabərliyindən, balansdan danışasan, maliyyə hesabatlarından danışasan və yaxud da ki, bu sürücülük təlim deyil ki, buna deyəsəm yol qaydası budur. Yəni bir insanı necə dəyişmək olar ki, bir təlimlə? Yəni səmimiyyətimlə deyim ki, içimdə bir var idi, bir sual var idi. Amma Zahid müəllim kimdir? İndi deyim də, Zahid müəllim insanın həyatına həqiqətən də kifayət qədər təsir edə biləcək bir insandır. Hatta şirkətin irəli getməyin elə əsas səbəblərindən biri onun hava od olmağıdır. Mənim də od və torpağım olmağımdır. Bura qədər görürük. Yəni bundan o yana belə deyim də bizim xarakterimiz, ünsürümüz, içimizdəki olan o tipaj qoymur ki, biz oradan o yana baxaq. Sonra övladlarımı evdə daha çox öpməyə başlamışım. Maşallah. Yox, çox səmimi. Yox, çox səmimiyyətimlə deyirəm. İtçilərimə qarşı olaraq belə rahatçılıq yaranıb məndə.